Değerli izləyicilər, deməli, OTK-nın ikinci qruplar üzrə 20 variant sınaq kitabçasından 4-cü sınaq. Mövzularımız, deməli, bir dəyişənli tənliklər, tənliklər sistemi və dördbucaqlılardır. Gözəl mövzulardır və 100% qəbula düşən mövzulardır. Yeri gəlmişən qəbuldan qabaq, istər qeydiyyat üçün, istər ixtisas seçimi üçün köməkli aşağıda əlaqə nömrəsi yazacağam. Əlaqə saxlayıb növbə tuta bilərsiniz. Hamıya əvvəlcədən uğurlar. Baxaq, burada da yer gəlmişkən deyim ki, sadəcə müəyyən istiqamətlər verəcəm. Bəzi misalların isə lazım gəldikdə bütövlüklə həllini yazacağam. Amma əsas məqsəd istiqamət verməkdir ki, şagird bu məsələnin misalı necə yanaşsın, necə həll eləsin. Birinci sualda deyir ki, A parametrinin hansı qiymətində bu tənliyin bir kökü -2 olar. Belə halda ən gözəl üsullardan biri kökü -2 olar deyirsə, yəni mənim x-ım -2-dir. Bu nağdıdır. Aparırsan, x-in yerinə -2 yazsan, onda nə olacaq? -8 üstəgəl 2 üstəgəl a bərabərdir 0. A da olur 6. Yəni, Y variantı. İkinci tapşırıqla davam edirik. Deyir ki, daxili bucaqların cəmi 1260 olan qabarıq çoxbucaqlının neçə diaqonal var? Biz birinci təyin eləməliyik ki, bu çoxbucaqlı neçə bucaqlıdır? Bunun üçün mənə daxili bucaqların cəmi verildiyinə görə mən də ona uyğun düsturu, daxili bucaqlara uyğun düsturu bərabər eləyəcəm verilmiş ədədə. Buradan n-i tapacam 9. Yəni, bu fiqur 9 bucaqlıdır. İndi ikinci sual gəlir ki, bəs neçə diaqonalı var? Diaqonal sayı n vurulsun n çıx 3 böl 2 düsturudur. Yəni, 9 vur 6 böl 2. O da eləyir 27. A bəndi. Üçüncü sual. Yusif 19 manata 3 kitab, 7 albom. Rəna isə 9,5 manata, yəni 9 manat 50 qəpik eləyir də o. Eyni kitab və albomdan uyğun olaraq 2 və 3 ədəd aldı. Bir kitab və 2 albomun birlikdə qiyməti nə qədərdir? Gəlin, bunu mən sizə sistem şəklində qurum. Bunun üçün biz kitaba tutaq ki, x manat, alboma isə y manat qiymət təyin edək. Onda, baxın, Yusif 3 kitab 7 albom alıb. Olurmu? 3x üstəgəl 7y bərabərdir 19. Olur. Rəna isə 2 kitab 3 albom alıb. Yəni 2x və 3y bərabərdir, amma 9,5-ə. Sizə qalır bu sistemi həll etmək. Sistemi həll edəndən sonra x-i, y-i tapacaqsınız. Amma kitabdan bir dənə, yəni x-dan bir dənə istəyəcək sizdən. Albomdan 2 dənə istəyib, yəni tapdığınız y-i 2-yə vurub toplamağı unutmayın. Dördüncü suala baxaq. Tənliyinin neçə həqiqi kökü var? Bu tənliklərə əvvəla həllə yanaşmamışdan qabaq, birinci sizin fikrinizi bu köklər cəlb eləməlidir. Bax, bunlar cəlb eləməlidir. Burada nəyi görürük? Biri x çıx 4-dür. O birində isə 2-ni ortaq vuruq çıxartsaq 4 çıx x-dir. Yəni, kökün daxilindəki ifadələr biri o birinin əksidir. Bu o zaman mümkündür ki, kökün daxilində 0 olarsa. Aha, onda deməli, mənim x-ım yalnız 4 ola bilər. Ki, bu köklər həm də mənalı olsun. X-ın yalnız 4 qiymətində mənə də deyir ki, neçə kökü var? Bir dənə kökü var. Tələsib 4 götürməyin. 4 sadəcə x-ın qiymətidir. Neçə dənə kökü var? Bir dənə kökü var. 5-ci sual. ABCD paralelogramında AM tənbölənin uzunluğu 18-dir. Yəni, bura 18-dir. AD 20-dir. AB 13-dür. Biz buradan nə bilirik? Paralelogramda iti bucaqdan və yaxud da fərqi yoxdur, kör bucaqdan tənbölən çəkilərsə,
BC və AD tərəflərinin paralel olduğundan bu alfa burada çarpaz olaraq gəlir və buradakı üçbucaq bərabər yanlı üçbucağa çevrilir. Ona görə də AB ilə BM parçaları bərabər olur, burada olur 13. AD parçası ilə BC parçası da qarşı tərəflər olduğundan bərabər idi. Deməli, BC də 20-dir. Bir hissəsi 13 oldusa, bura qaldı nə? 7. Və mənə bilirəm ki, paraleqramın qarşı tərəfləri bərabərdir. Burada olur 13. İndi məndən bilirsiniz hansı dördbucaqlının perimetrini istəyir? Bu dördbucaqlının perimetrini istəyir. Bu dördbucaqlının perimetri üçün də istənilən tərəflər var. Sadəcə onları toplayacaqsınız. 6-cı sual. Tənlinin köklərinin hasilini istəyir. Biz burada bilirik ki, bu hissə köməkçi düstura görə belə yazıla bilər. X çıx 1 böl x-in kvadratı üstə gəl tənlinin köklərinin hasilini istəyir. Aha. Üstə gəl, deməli 2 bərabərdir 3 vurulsun x çıx 1 böl x. Bunu belə yaza bilərik. Gəlin, istəyirsiniz, lap əvəz etmə də edə bilərsiniz. Necə? Məsələn, bu hissəni, bax, bu hissəni bir A ilə işarə eləsəz, onda tənliyimiz belə hala düşür. A kvadratı çıx 3A üstə gəl 2 bərabərdir 0. Bu tənliyin də viyyətə görə kökləri A1 2-dir, A2 də 1-dir. Mən əvəz etmişdim axı. Onda bir dəfə x çıx 1 böl x-i 2-yə bərabər eləyəcəksiniz. Buradan x-ınızı tapacaqsınız. Daha doğrusu kökləri tapacaqsınız. Bir dəfə də x çıx 1 böl x-i 1-ə bərabər eləyib kökləri tapacaqsınız və onların hasilini tapacaqsınız. Keçək 7-ci suala. Daxilinə çevrə çəkilmiş dördbucaqlının tərəfləri deməli belədir verilib. Onun perimetrini tapın. Biz nə bilirik? Daxilinə çevrə çəkilmiş dördbucaqlının qarşı tərəflərinin cəmi bir-birinə bərabər olmalıdır. Yəni AB tərəfi ilə CD tərəfinin cəmi bərabər olmalıdır. BC tərəfi ilə AD tərəfinin cəmi. Bu qaydalarda da var. Bilmirsinizsə xatırlatdıq. Deməli, yerinə qoyacaqsan da onda nə olacaq? 5x üstə gəl 12 bərabərdir 2x üstə gəl 21 və buradan x-i tapacaqsınız. Keçdik 8-də görə nə deyir? Nə etmək lazımdır? Tənlinin kökləri A olarsa, tənlinin kökü A olarsa, bayaq dedik ki, tənlinin kökü sözü varsa, deməli x-in yerinə aparıb o kökü yazmaq olar və bu ifadənin qiymətini də bizdən istəyir. Onda gəl aparaq, yerinə yazaq. Görək nə alınır. Başqa görək bir dənə neyək. Bunları açıb sadələşdirə də bilərdik. Gəlin, istəyirsiniz birinci sadələşdirək. Olacaq x kvadrat çıxılsın 3x çıxılsın x kvadrat üstə gəl 14x çıx 49 bərabərdir 28-ə. X kvadratları gedir, qalır 11, x bərabərdir. Bu da gəlsə bura olur nə? Olur 77 və x də bərabərdir 7. Tənliyin də kökü A-dırsa, yəni elə A nədir? 7-dir. İndi o 7-ni apar burada yerinə yaz və ifadənin qiymətini hesabla. 9. Oturacaqları 13-8, yan tərəfləri 3-4 olan trapesiyanın bir də trapesiya çəkək. Oturacaqları 8, 13, yan tərəfləri 4, 3. Tutaq ki, bura 3, bura 4. Trapesiyanın hündürlüyünü tapın. Aha, mən buradan bir hündürlük çəkərəm, buradan da bir hündürlük çəkərəm və bilirəm ki, bu hündürlüklər bir-birinə bərabərdir. Çünki paralel düz xətlər arasında olan məsafələr eynidir. Və nə edə bilərəm? Bu 8 bura düşsə, bu tamamı 13-dür. 8 bura düşsə, 13-dən 8 çıxaram, yerdə qalar 5 və 5-i də necə paylayaram? Bura tutaq ki, x versəm, burada olacaq 5 çıx x da. Çünki
O 5 həmən bu qıraqların payına qalmışdı. İndi bu üçbucaq üçün h kvadratı nəyə bərabərdir? 16 çıx x kvadratına bərabərdir. Bəs bu üçbucaq üçün h kvadratı nəyə bərabərdir? 9 çıxılsın 5 çıx x-in kvadratına bərabərdir. Biz də bilirik ki, bayaq da dedim ki, hündürlüklər bərabərdir. Demək ki, bu ifadələri bir-birinə bərabər edəcəksiniz və cavabı tapacaqsınız. 10-cu tapşırıqla davam edirik. Deməli, burada nə edək? Burada müxtəlif üsullardan istifadə edə bilərsiniz. Hamısını açada bilərsiniz. Onda 4-cü dərəcədən tənliyə alınacaq. Və yaxud da mötərizələri qruplaşdıra da bilərik. Məsələn, mötərizələri bu şəkildə qruplaşdırsaz, x çıx 1 və x üstəgəl 5 ilə x üstəgəl 1 və x üstəgəl 3-ü qruplaşdırsaq, nə alınacaq? İlk 2 dənədən sadələşdirəndə x kvadrat üstəgəl 4x çıx 5, o biri 2 dənəni sadələşdirəndə isə x kvadrat, deməli, üstəgəl 4x, üstəgəl 3 alınacaq. Və burada bizim diqqətimizi nə cəlb eləməlidir? Eyni ifadə cəlb eləməlidir. Buradan da biz a kimi qəbul eləsək, əvəz eləsək, nə alınır? A çıx 5 və a üstəgəl 3 bərabərdir bu 105. Sonra isə biz bu A1, A2-ni normal bildiyimiz kimi də diskriminant tənliklə həll eləyib, diskriminantı tapmaqla daha doğrusu həll eləyib tapsaq, onda A1, A2-miz biri 12 olacaq, biri də -10 olacaq. Axı biz burada əvəz etmişdik. İndi sonra nə edirsiniz? X kvadrat üstəgəl 4x-i bərabərdir bir dəfə 12 eləyəcəksiniz. Buradan kökləri tapacaqsınız. Bir dəfə də x kvadrat üstəgəl 4x-i -10-a bərabər edib buradan x-ları tapacaqsınız. Və nə istəyir sizdən? Hasilini istəyir. Hasilini tapacaqsınız. 11-ci suala baxaq. Düzgün beşbucaqlının bir daxili bucağı ilə bir xarici bucağının fərqini tapın. Biz bilirik ki, düzgün beşbucaqlının bir daxili bucağı 108 dərəcədir. Xarici bucağı isə 72 dərəcədir. Sonra fərqini tapmaq asandır. 12. Tənliyinin kökləri qarşılıqlı əks ədədlər olarsa, onun böyük kökünü tapın. Bu sizə böyük bir, belə deyim, ipucudur. Köklər əks ədədlər olanda onların cəmi 0-dır. Biz də bilirik ki, bu cür tənliklərdə köklərin cəmi ikinci həddin əksi, düzdürmü? Bölünsün baş əmsaldır. Bu nəyə bərabərdir? Deyir, bu 0-dır. Buradan nəyi tapacaqsınız? Buradan siz əvvəla P-ni tapacaqsınız. P-ni tapandan sonra gətirirsən tənlikdə qoyursan yerinə, tənliyin formasını düzəldirsən. Tənliyin formasını düzəldəndən sonra da həmin tənliyi həll edib onun böyük kökünü tapacaqsınız. 13. Perimetri 30 cm, kör bucağı 120 dərəcə olan rombun kiçik diaqonalını tapın. Deməli, əlimizdə bir romb var, tutaq ki, perimetri 30-dur. Perimetri 30-dursa, hər tərəf 30 böl 4-dür də, 7.5, 7.5, 7.5. Kör bucağı 120. Bura 120-dirsə, onda bura 60 dərəcədir. Kiçik diaqonal. Kiçik diaqonal bilirsiniz də 60-ın qarşısında dayanandır. Yəni iti bucağın qarşısında dayanan diaqonal kiçik diaqonaldır. Və bunlar bir-birinə bərabər olduğundan deməli buralar da 60-60'dır. Onda elə kiçik diaqonal da 7.5-dir. B variantı. Çox sadə, şifahi bir məsələdir. 14. Tənliyinin x1 və x2 kökləri üçün ifadəsinin qiymətini tapın. Biz ümumiyyətlə bu tənlik üçün
Nə bilirik? Bilirik ki, x1 üstə gəl x2 21-dir. x1 vur x2 isə 4-dür. Biz hələ ki bunu bilirik. Başqa bir işimiz yoxdur. Məndən isə köklə ifadə istəyir. Mən də onu da bilirəm ki, x1 elə kök altında x1-in kvadratıdır. x2 də elə kök altında x2-nin kvadratıdır. Bərabərdir 21. Buradan köməkçi düsturu işə salsam, alınacaq kök altında x1 üstə gəl kök altında x2-nin kvadratı çıxılsın 2 vurulsun kök altında bunların hasili. Düzdürmü? Bərabərdir nə yazmışıq? 21 yazmışıq. Aha. İndi nə edək? İndi bunu tapaq. Bunu tapanda kök altında x1 üstə gəl kök altında x2-nin kvadratı bərabərdir. Hasil var da, məndə əlimdə 4. Onda bunun cavabı neçədir? 2-dir. 2 vur 2, 4. Keçdi 21-in yanına. Nə oldu? 25. Aha, indi 25-dirsə, x1, kök altında x1 üstə gəl kök altında x2 mənə nə verəcək? 5 verəcək də, elə deyil. 5-in də üstünə burada nə istəyiblər əlavə gəlmək? 2,5 istəyiblər. O da eləyir nə? 7,5. 15-ə baxaq. Deməli, deyir ki, tənliyin köklərinin hasilini istəyir. Belə bir şey eləyək. X sıx 2, x üstə gəl 2 şəklində ayıraq bunu. Çıxılsın, bunu da keçirdək. Sol tərəfə bərabərdir 0. X üstə gəl 2-ni çıxartsaq, nə qalır əlimizdə? Deməli, qalır ki, x. Buranı yaxşı yazmadım. Qalır ki, deməli, modulda x üstə gəl 2, çıxılsın 3. Bərabərdir 0. Bildiyimiz kimi hasil 0-dırsa, hər bir vuruq 0-dır. Onda x bərabərdir -2. Və buradan isə modul x üstə gəl 2 bərabərdir 3. Buradan əvvəla x üstə gəl 2 bərabərdir 3 olanda olur 1. Bir dəfə də x üstə gəl 2-ni -3-ə bərabər eləsək olur -5. İndi cavabımız bunların üçünün də hasili verir 10. 16-ya baxırıq. Perimetri 26 olan ABC rombunda AC ilə B ilə diaqonalların cəmi 15-dir. Perimetri 26-dır, rombdur. Onda 26-nı 4-ə bölək. 6 dəfə, o da 6,5. 6,5. Mənim tərəflərim budur. Məndən nə istəyirdi? O deyir, aha, bunu istəyirdi də məndən. Gəlin belə eləyək. Gəlin belə eləyək. Bilirəm ki, özdə rombun diaqonalları perpendikulardır. Bunu da bildik. Gəlin bunu x, buna y desək. Buna x, buna y desək. Baxın, x kvadratı üstə gəl y kvadratı nəyə bərabərdir? Hipotenuzun kvadratına. Yəni, hipotenuz da tərəfdir də 6,5-in kvadratına. Yaxşı. Digər tərəfdən bütöv diaqonal, axı bunun burası da x-dir, bunun burası da y-dir. Bütöv diaqonala görə 2x üstə gəl 2y nəyə bərabərdir? 15-ə bərabərdir. Buradan x plus y 7,5. Yaxşı, bunu da bildik. Sonra AÖD üst bucağının perimetrini istəyir. Bu ikisindən indi biz x ilə y-i tapaq. Bunun üçün buradan sistem şəklində yazım. 6,5-in kvadratı. Burada da x plus y bərabər 7,5 deyil. Sistem tənliyi həll edəndə əvəz etmə üsulundan istifadə edə bilərsiniz. Buradan x-i tapsaz 7,5 çıx y və gətirib yuxarıda yerinə yazsaz. Onda olur 7,5 çıx y-in kvadratı üstə gəl y-in kvadratı bərabərdir 6,5-in kvadratına. Buradan y-i tapacaqsınız. Gətirib yerinə qoyub x-i tapacaqsınız.
Və bu üçbucaq üçün x, y burası da var da əlinizdə 6.5 perimetri tapa biləcəksiniz. 17-yə baxaq. Deməli, kater 20 km çayın axını ilə və 9 km göldə hərəkət edərək bütün yola 1 saat 30 dəqiqə vaxt sərf etdi. Çayın axma sürəti 2-dir. Deməli, gəlin baxaq. Katerin sürətini bilmirik. Düzdür, katerin sürətini bilmirik. Olsun x. Əgər çayın axını ilə gedibsə, çayın da sürəti 2-dir də. Onda ümumi sürət, deməli, v axın ilə nə olur? X üstəgəl 2 olur. İndi bax, axın ilə neçə kilometr gedib? 20. Sərf elədiyi zamanı tapmaq üçün mən bu ifadəni yazaram da 20 bölünsün x bölü 2. Bu, çayın axını ilə sərf elədiyi zamandır. İndi keçirəm gölə. Göl nə deməkdir? Göl durğun su deməkdir də, elə deyil. Durğun suda katerin sürəti onun elə öz sürəti olur. Yəni, burada çay yoxdur, axıntı yoxdur. O yüzdən göldə sərf elədiyi vaxtı tapmaq üçün gölün məsafəsini bölürəm sürətə. Sürət də dediyim kimi elə katerin öz sürətidir. Yəni, elə x-in özü kimi götürülür. İndi bu iki zaman bərabər olub nəyə? 1 saat 30 dəqiqə. 1 saat 30 dəqiqə nə deməkdir? 1,5 deməkdir. İndi siz bunu həll edərək x-i tapacaqsınız. X katerdir. Katerin sürətidir. Amma axırda fikir verin ki, nə soruşur ha? Çayın axınına qarşı soruşur. Yəni, sən yekun cavabı tapanda x-i tapıb tələsib cavabı götürmə. X-dan əlavə olaraq nə çıx? Çayı çıx, cavabı elə götür. Belə. 18-də görək nə eləmək lazımdır? A parametrinin hansı qiymətində tənliyinin sonsuz sayda həlli var. Ümumiyyətlə, bu xətti tənlikdir. Xətti tənlikdə sonsuz sayda həll olması üçün 0 bərabərdir 0 şərti ödənməlidir. Yəni, bu hissədə 0 olmalıdır. A kvadratı çıx 7A üstəgəl 10 bərabərdir 0. Buradan görürük ki, köklər 5 və 2-dir. Bir də sağ tərəfdə 0 olmalıdır. Sağ tərəfdə 0 olmalıdır. Və buradan da diskriminantı həll edərək kökləri tapacaqsan. Əlbəttə ki, hər ikisini sıfıra çevirən qiyməti götürəcəksən. Yəni, hansındakı ortaq kök var, ya 2-dir, ya da bu 5 olacaq da. Hansındakı ortaq kök var, buradakı köklər. Onu götürəcəksiniz. 19-a baxırıq. ABCD paralelogramında AC 3 dənə AB-dir. Məsələn, bura x-dirsə, AC 3 dənə x-dir. Və o 3 dənə x də əslində bölünür də. Bura bilirsiniz ki, 1/5x, 1/5x. AD 6-dır, onda burada 6-dır. BD 4-dür, onda bura bölünür 2, 2. Burada yeri gəlmişkən x-dir. Və məndən AB-ni istəyir. Mən burada nə bilirəm? Mən bilirəm ki, paralelogramın diaqonallarının kvadratlarının cəmi bərabərdir 2 vuraq tərəflərin kvadratlarının cəminə. Bu düsturdan istifadə edə bilərəm. Onda diaqonalın biri 4-dür. Kvadratı nə oldu? 16. O biri diaqonal 3x idi. Kvadratı oldu 9x kvadratı. 2 vurulsun. Tərəfimin biri x-dir. Oldu x kvadrat. O biri tərəfimin 6-dır. Oldu 36. Şudur. Buradan x-ı tapacaqsan, elə AB-ni tapmış olacaqsan. 20-yə baxaq. Tənliyin kökləri olarsa cəmini P və Q ilə ifadə et. Bunun üçün bunu ortaq məxrəcə gətirəcəksiniz. x2 vur x1, onda olur x1-in kvadratı üstəgəl x2-nin kvadratı bərabərdir. Yuxarını belə yaza bilirik həmişə. Bunu daha əzbərləsəz yaxşı olar. Aşağı isə x1 vur x2-dir. Tənliyə görə x1 vur x2 məndə Q-dür. x1 üstəgəl x2 mənfi P-dir. Onun da kvadratı zaten P kvadratıdır. Çıxılsın 2 vurulsun. x1 vur x2 də dedik ki Q-dür.
Görünüşə görə A variantıdır. 21-ə baxırıq. Diaqonalları 12-5 nisbətində olan rombun tərəfləri 26 olarsa, onun kiçik diaqonalı da. Bayaqki düsturdan istifadə edəcəksən. 12 buna D1-ə 12x-dir, D2-yə 5x-dir, D1-in kvadratı üstəgəl D2-nin kvadratı bərabərdir. Rombda 4A kvadratı, A-da tərəfdir. 4A kvadratı düsturundan istifadə edəcəksən. Tərəf var əlində. Diaqonallar da 12x və 5x-dir. Yəni 144x kvadrat üstəgəl 25x kvadrat bərabərdir 4 vurulsun 26-nın kvadratı. Buradan x-i tapacaqsınız. 22-yə baxırıq. 22-də bu üstündə xətdir də yəqin ki. Aha, başa düşdüm. Deməli, x, y çıx, yx bərabər 27. Gəlin bunu açaq. Necə açaq? Üstündə xət olanda bilirik də bu 2 rəqəmli ədədi ifadə edir. Onda 10x üstəgəl y çıxılsın 10y çıx x bərabərdir 27. Buradan biraz sadələşdirsəm 9x çıx 9y 27. Biraz daha sadələşdirsəm 3. Yaxşı, bunu başa düşdük. Və buradan da sənə bunun kvadratlarının cəmini də 29 verib. Yəni, burada belə bir şey yoxdur. Rahat seçmə üsulundan da istifadə edə bilərsən. Heç seçmə üsulunu istəmirsənsə, köməkçi düstur var. X üstəgəl, yox, çıxma varsa əlimdə, çıxmasından istifadə edeyim onda. Deməli, x çıx y-ın kvadratı üstəgəl 2 vurulsun x, y bərabərdir nədir? 29. Buradan x çıx y-ın kvadratını mənə veriblər. Bir dəqiqə. Neçə veriblər? Veriblər də burada. Daha doğrusu özümüz tapdıq. 3 kvadrat oldu nə? 9. Üstəgəl 2xy bərabərdir 29. 2xy 20. xy isə 10. Dur. D variantı. 23. Bərabəryan trapesiyanın tez bir dənə çəkək. Bərabəryan trapesiyanın oturacaqları 5, 12-dir. Diaqonalı onun iti bucağını yarıya bölür. Aha. Yarıya bölür deyəndə onda burada tez alfa olur. Baxın, bu alfaya görə bu demək ki, üst bucaq bərabər yanlı olur. Onda bərabər yanlı da trapesiya olduğundan o biri tərəfi də, yan tərəfi də 5-dir. İti bucağını ya trapesiyanın perimetrini istəyir. Buyurun, hazırdır. 24. Tənliyin köklərindən biri 3 çıxılsın kökdə 2 olarsa, yadınızda saxlayın ki, rasional əmsallıdırsa, onda o biri kök avtomatik olaraq 3 üstəgəl kök altında 2 olur. Bunu bir mənalı əzbərləyin. Q-nü tapanda isə Q nə deməkdir? Köklərin hasili. Yəni 3 çıxılsın kök altında 2 ilə 3 üstəgəl kök altında 2-nin hasili. 9 çıxılsın 2, 7. 25 ədədə özünün 60%-ni və 15 əlavə etdikdə 60 canlıdır. Məsələn, ədəd x-dirsə, x plus özünün 60%. 60% nə deməkdir? 5-də 3 hissəsi deməkdir. Yəni 5-də 3x və 15 deyir əlavə etdikdə 63 alınır. Sadə bir tənlikdə x-i tapacaqsınız. 26-ya baxırıq. ABCD dördbucaqlının tərəfləri AB 3-dür. Nəysə verilib hamısı. AC diaqonalının ala biləcəyi tam qiymətlərin cəmini istəyir. Buradan belə bir şey eləyə bilərik. Deməli, bu tutaq ki, x-dırsa, bura görə bizim x-imiz, deməli, bizim x-imiz yerləşir 1 ilə 7 arasında. Buna görə isə bizim x-imiz yerləşir 2 ilə 10 arasında. Yaxşı. Mənə deyədir, ala biləcək tam qiymətlərin cəmini. Buradan da əlbəttə ki, biz x-i nə görürük? Görürük ki, bax, bu iki məlumata görə. Görürük ki, tam qiymət olaraq 3 ala bilər, 4 ala bilər, 5-i və 6-nı ala bilər.
18. 27-yə baxaq. Uyğunluq. Kökləri x oranı təmin üçün müəyyən edin. Hə, bu da asandır. Viyyətə görə həll edə biləcəksiniz də. Situasiya isə baxın buradan QR kodla cavabları skan eləsəniz 28, 29, 30-cu çalışmaların izahatını OTK özü ətraflı verib. Yəni, onu təzədən bir də bura yazmağın məncə mənası yoxdur. Zaten OTK öz meyarına uyğun verib. Oradan oxuyub başa düşə bilərsiniz. Sağ olun.